Sən deyirəm, bu ev də boşdur. Nə əcəb sən o belə xəyanətkar dostları çağırmamsan evə? Xəyanətkar hansıdır ki? Deyir, o şərəfsiz Rafiq var o şərəfsiz, onu deyirəm. Yox, Rafiq şərəfsiz deyil. Nətər şərəfsiz deyil, demirdin ki, arvadına xəyanət eləyir. Mənə səs yazılarını, şəkilləri göstərmirdi. Rafiq xəyanət eləmiş Nigar bacıya. Mən indi öyrəndim, mən xəbərim yox idi. Sən özün demirdin ki, Nigar bacının üzünə baxa bilmirəm, vicdan azabı çəkirəm, bugün sabah ona deyəcəm. Yox, sən yəqin səhv salır, səni başqa Rafiqdən səhv salsın, bizim Rafiq deyil o. Həyatım, sənin 2 dənə dostun var, biri Rafiq, biri də lox Fikrət. Fikrət lox deyil. Necə lox deyil? Fikrət loxdur. Demirdin ki, bəs otururuq, 19 manat hesab gəlir, hərəmiz də 20 manat hesab gəlir, 18 manatını o verir, hərəyə də bir-bir atışıb çıxırıq. Demirdim, elə şey olmayıb. Olmayıb elə şey. Olmuyor. Olmayıb, yox. Demirdin ki, qoy bankda zamin dursun, Fikrət, lox şeydir onsuz da. Ondan sonra da kreditlə da ödəyən kimdir? Demirdin. Kim de o? Bir tane yüzünden. Akşamı xeyir bacı. Necəsən, ay Fikrət qardaş? Nə var, nə yox? Sağ ol bacı, yaxşıyam, sən nə tərsən? Yaxşıyamsa, yeni işin də xeyirli olsun. Nə işin bacı? Mən bilmirdim, belə evlərə naşilik kimi gedirsən. O gün olsun, restoranlarda lüstr kimi gedəsən. Elə mi? Hə. Rafiq, tapdılar bizi, çıx. Xəstəsən sən. Öldü mü orada sənin üstüdən?